Danyal Peyğəmbərin kitabı. Fəsil 1. Yahuda padşahı Yehoyaqimin padşahlığının 3-cü ilində Babil padşahı Nebukadnezar Orşəlimə hücum edib oranı mühasirəyə aldı. Pərverdigar Yahuda padşahı Yehoyaqimi və Tarı məbədinin əşyalarından bir hissəsini ona təslim etdi. Nebukadnezar onları Şinar torpağına, öz Allahının məbədinə apardı və əşyaları öz Allahının xəzinəsinə qoydu. Padşah Haramağalar rəisi Əşpenəzə əmr etdi ki, padşah və əsilzadələr nəslindən olan İsraillilərin arasından bədənlərində qüsur olmayan, yaraşıqlı, hər hikmətdə bacarıqlı, bilikli, dərrakəli, sarayda padşaha xidmət etməyə başarılı olan cavanlar seçib, onlara Kəldanilərin dilini və ədəbiyyatını öyrətsin. Padşah onlara özünün yediyi yeməklərdən və içdiyi şərabdan gündəlik yemək payı təyin etdi. Onlar gərək 3 il onlarda tərbiyə alıb və sonra da padşahın xidmətinə girəcək idilər. Onların arasında Yahud nəslindən olan Danyal, Xənənya, Mişael və Əzərya var idi. Haramağalar rəisi onlara təzə ad qoydu. Danyalı Belteşəssər, Xənənyanı Şədraq, Mişaeli Meşək və Əzəryanı Əbednego adlandırdı. Danyal qərara aldı ki, padşahın yediyi yeməklərlə və içdiyi şərabla özünü nəcis etməsin. Buna görə də Haramağalar rəisindən istədi ki, ona özünü nəcis etməməsinə icazə versin. Tarı Haramağalar rəisinin gözündə Danyala lütf və şəfqət qazandırdı. Haramağalar rəisi Danyala dedi, sizin yeyib içdiyinizi təyin edən ağam padşahdan qorxuram. Nə üçün o sizin üzünüzü həm yaşıdınız olan cavanların üzündən solğun görsün? Siz bununla padşahın yanında mənim başımı bəlaya salarsınız. Danyal o məmura ki, Haramağalar rəisi onu özü, Xənənya, Mişael və Əzəryanın üstünə qoymuşdu, dedi, gəl qullarını 10 gün ərzində imtihan et. Qoy bizə yemək üçün göyərti, içmək üçün su versinlər. Sonra da sənin hüzurunda həm bizim üzümüzə, həm də padşah yeməklərindən yiyən cavanların üzünə baxsınlar. Bunu görəndən sonra qullarına gördüyünüzə mütabiq əməl edin. Məmur bu mətləbdə cavanların sözünə qulaq asdı və onları 10 gün imtihan etdi. 10 gün sonra onların siması padşah yeməklərindən yiyən bütün başqa cavanların simasından daha gözəl göründü və onlar bədəncə daha dolğun idilər. O vaxt məmur cavanların yeməyini və içəcəkləri şərabı götürüb onlara göyərti verməyə davam verdi. Tarı bu 4 cavana hər cür ədəbiyyatı və hikmət öyrənmək üçün bilik və dərrakə verdi. Danyalda bu mərifət var idi ki, hər cür röyaları və yuxuları yozsun. Onların gətirilməsi üçün padşahın əmr etdiyi gün çatanda, Haramağalar rəisi onları Nebukadnezarın hüzuruna gətirdi. Padşah onlarla danışdı və hamının arasında Danyal, Xənənya, Mişael və Əzərya kimisi tapılmadı. Buna görə də onlar padşahın hüzurunda xidmətə qoyuldular. Padşah onlardan hər cür hikmət və mərifət barədə soruşanda gördü ki, bunlar bütün ölkəsindəki sehirbazların və ofsunçuların hamısından
10 qat üstündürlər. Danyal padişah Kuroşun hökmdarlığının 1-ci ilinə qədər orada qaldı. Fəsil 2. Nebukadnezar padişahlığının 2-ci ilində bir yuxu gördü. Ruhu pərişan oldu və yuxusu qaçdı. Padişah əmr etdi ki, onun yanına sehrbazlar, ofsunçular, cadugərlər və münəccimlər çağırılsın, elə ki, padişahın yuxusunu ona desinlər. Onlar gəlib padişahın huzurunda dayandılar. Padişah onlara dedi, bir yuxu görmüşəm və ruhum pərişandır ki, bilim bu yuxunun mənası nədir? Müəccimlər əlami dilində padişaha dedilər, padişah sağ olsun, yuxunu bu qullarına danış, biz onun təbirini deyərik. Padişah müəccimlərə cavab verdi, mən belə qərara gəlmişəm. Əgər siz mənə həm yuxunu, həm də onun təbirini deməyəsiniz, parça-parça ediləcəksiniz. Evləriniz də viran ediləcək. Amma əgər yuxunu və onun təbirini deyəsiniz, məndən hədiyyələr, padaşlar və böyük hörmət alacaqsınız. İndi mənə yuxunu və onun təbirini bildirin. Onlar yenə cavab verdilər, qoy padişah yuxunu bu qullarına danışsın, biz də onun təbirini deyərik. Padişah cavab verdi, yəqin bilirəm ki, siz vaxt qazanmaq istəyirsiniz, çünki görürsünüz ki, mənim qərarım qətidir. Əgər yuxunu mənə deməyəsiniz, sizin üçün fəqət bir cəza olacaq. Siz sözləşibsiniz ki, vəziyyətin dəyişilməyinəcək mənə yalan və uydurma sözlər deyəsiniz. İndi mənə yuxunu bildirin, onda bilərəm ki, siz onu yoza bilərsiniz. Müəccimlər padişaha cavab verdilər, yer üzündə elə bir adam yoxdur ki, padişahın tələbini yerinə yetirə bilsin. Heç padişah nə qədər əzəmətli və qüdrətli olsa da, belə bir şeyi heç sehrbazdan, ofsunçudan və ya münəccimdən istəməyib. Padişahın istədiyi şey elə çətindir ki, Allahlardan başqa heç kəs bunu padişaha aşkar edə bilməz. Onların da məskəni insanlar arasında deyil. Padişah bu sözə görə qəzəblənib çox hissləndi və əmr etdi ki, Babilin bütün hikmətlilərini məhv etsinlər. Beləcə, hikmətliləri öldürmək barədə əmr çıxdı və onlar Danyal və onun yoldaşlarını axtardılar ki, öldürsünlər. O zaman Danyal, keşikçilər rəisi Əryokla ki, Babilin hikmətlilərini öldürməyə getmişdi, hikmət və bəsirətlə danışdı. O, padişahın hərbi rəisi Əryokdan soruşdu, niyə padişah belə bir acil əmr verib? O vaxt Əryok əhvalatı Danyala danışdı. Danyal içəri girib padişahdan xahiş etdi ki, yuxunun təbirini padişaha bildirmək üçün ona vaxt versin. Danyal öz evinə qayıdıb, əhvalatı dostları Xənənya, Mişael və Əzəryaya danışdı. Onlara dedi ki, bu sir barədə göylərin tarısından mərhəmət istəsinlər və Danyalla onun yoldaşları başqa Babil hikmətliləri ilə birlikdə məhv olmasınlar. O zaman bu sir Danyala gələn gecə röyada aşkar oldu. O vaxt Danyal göylərin tarısına şükür etdi. Danyal dedi, tarının adı əbəddən əbədəcək mübarək olsun. Çünki hikmət və qüdrət onundur. Vaxtı və dövrü dəyişdirən odur.
O, padişahları təxtdən salar və təxtə qoyar. Hikmətlilərə hikmət, aqillərə ağıl verər. Dərin və gizli sirləri o açar. Qaranlıqda qalanı o bilər. Işıq onunla sakindir. Ey atalarımın tarısı, sənə şükür və həmd olsun ki, mənə hikmət və qüdrət verdin. İndi səndən istədiyimiz şeyi mənə aşkar etdin. Beləcə, padişahın məsələsini bizə bildirdin. Beləcə, Danyal Əryokun yanına ki, padişah onu Babilin hikmətlilərini öldürmək üçün təyin etmişdi, gəlib ona dedi, Babilin hikmətlilərini öldürmə. Məni padişahın yanına apar, ona yuxusunun mənasını bildirərəm. O vaxt Əryok Danyalı tələsik padişahın yanına gətirib ona dedi, mən əsir olunmuş Yahudalılar arasından bir adam tapmışam ki, padişahın yuxusunu təbir edə bilər. Padişah Belteşəssər adlanan Danyaldan soruşdu, aya qadirsən ki, gördüyüm yuxunu və onun təbirini mənə deyəsən? Danyal padişaha cavab verdi, padişahın soruşduğu sirri hikmətlilər, ofsunçular, sehrbazlar və falçılar onu aça bilməzlər. Ancaq göylərdə sirləri açan bir tarı var və gələcəkdə nə olacağını padişah Nebukadnezərə o bildirib. Yatarkən gördüyün yuxu və röyalar belədir. Ey padişah, sən öz yatağında olarkən bu fikirlər gəldi ki, bundan sonra nə olacaq? Sirləri açan da nə olacağını sənə görsətdi. Mənə bu sir onun üçün açılmadı ki, güya başqa adamlardan daha çox hikmətim var. Ancaq bunun üçün ki, yuxu padişaha bildirilsin və sən də öz ürəyinin düşüncələrini biləsən. Ey padişah, sən yuxuda böyük bir mücəssəmə görübsən. Çox böyük və çox əzəmətli olan bu mücəssəmə sənin qabağında durdu. Onun görünüşü qorxulu idi. Bu mücəssəmənin başı xalis qızıldan, sinəsi və qolları gümüşdən, qarnı və budları da bürüncdən idi. Baldırları dəmirdən, ayaqlarının bir hissəsi dəmirdən, bir hissəsi də cildən idi. Sən baxarkən, əl dəymədən bir daş yerindən qoparıldı, mücəssəmənin dəmir və cil ayaqlarından vurub onları tikə-tikə etdi. O zaman dəmir, cil, bürünc, gümüş və qızıl birlikdə parçalandı və yay xərmənlərindəki saman çöpü kimi sovruldu. Külək onları apardı və onlardan əsər əlamət qalmadı. Lakin mücəssəməni dağıdan daş böyük bir dağ oldu və bütün dünyanı tutdu. Yuxu bu idi. İndi onun təbirini padişaha deyərik. Ey padişah, sən şahənşahsan. Göylərin tarısı, padişahlığı, qüvvəti, qüdrəti və izzəti sənə verib. O, hər yerdə yaşayan bəşər övladlarını, çölün heyvanlarını və göyün quşlarını sənin ixtiyarına verməklə səni onlara hökmdar edib. Qızıldan olan baş sənsən. Səndən sonra səndən aşağı mərtəbədə olan başqa padişahlıq zuhur edəcək. Ondan sonra da bürüncdən olan, bütün dünyaya hökmranlıq edən üçüncü bir padişahlıq olacaq. Dördüncü padişahlıq da dəmir kimi möhkəm olacaq.
Necə dəmir hər şeyi əzib qırar, o da bütün başqalarını hər şeyi qıran dəmir kimi əzib qıracaq. Ayaqların və barmaqların bir hissəsini küzəcər cilindən, bir hissəsinin də dəmir olduğunu görməyinin mənası budur ki, o bölünmüş padişahlıq olacaq. Onda bir qədər dəmir möhkəmliyi olacaq, necə ki, sən dəmiri küzəcərciliyi ilə qarışıq görürsən. Ayaq barmaqlarının bir hissəsi dəmirdən, bir hissəsi cildən olduğu kimi, bu padişahlığın da bir hissəsi möhkəm, bir hissəsi zəif olacaq. Dəmiri küzəcərciliyi ilə qarışıq gördüyünün mənası budur ki, onlar evlənmək vasitəsilə bir-birləri ilə qarışacaqlar. Lakin dəmir cillə birləşmədiyi kimi, onlar da bir-birləri ilə birləşməyəcəklər. O padişahların dövründə göylərin tarısı heç vaxt dağılmayan bir padişahlıq quracaq və bu padişahlıq başqa xalqın əlinə keçməyəcək. O, bütün əvvəlki padişahlıqları əzib dağıdacaq və özü əbədi qalacaq. Sən gördün ki, dağdan bir daş əl dəymədən qoparıldı. Dəmiri, bürüncü, gili, gümüşü və qızılı tikə-tikə etdi. Beləcə, böyük tarı bundan sonra nə olacağını padişaha bildirib. Bu yuxu doğrudur və onun təbiri də inanmalıdır. O zaman padişah Nebukadnezar üzü üstə düşüb Danyala səcdə etdi və əmr etdi ki, onun üçün təqdim gətirib buxur yandırsınlar. Padişah Danyala dedi, İndi ki, sən bu sirri aça bildin, həqiqətən sizin tarınız Allahların tarısı və padişahların ağasıdır. Sirləri açan da odur. Bundan sonra padişah Danyalı uca vəzifəyə qoydu və ona çox qiymətli hədiyyələr verdi. Onu Babil vilayətinin başçısı və bütün Babilin hikmətlilərinin baş rəisi təyin etdi. Danyal padişahdan xahiş etdi və o da Şədraki, Meşəki və Əbednequnu Babil vilayətinə məmur qoydu. Lakin Danyal padişahın sarayında qaldı. Fəsil 3. Padişah Nebukadnezar bir qızıl mücəssəmə düzəltdi. Onun boyu 60 qolaç idi. Onu Babil vilayətində olan Dora ovasında qoydu. Sonra padişah Nebukadnezar xəbər göndərdi ki, satrapları, qayınməqamları, valiləri, müşavirləri, xəzanədarları, hakimləri, vəkilləri, xülasə bütün vilayətlərin məmurlarını yığsınlar və qoyduğu mücəssəmənin vəqf etmə mərasiminə gəlsinlər. O zaman satraplar, qayınməqamlar, valilər, müşavirlər, xəzinədarlar, hakimlər, vəkillər, xülasə, bütün vilayətlərin məmurları padişah Nebukadnezarın qoyduğu mücəssəmənin vəqf etmə mərasiminə yığıldılar. Onlar Nebukadnezarın qoyduğu mücəssəmənin qabağında durdular. Carçı ucadan elan etdi. Ey xalqlar, millətlər və dillər! Sizə əmr olunur ki, buynuz, ney, təmbur, çəng, arfa, balaban və hər cür musiqi alətlərinin səsini eşidən vaxt yerə əyilib padişah Nebukadnezarın qoyduğu qızıl mücəssəməyə səcdə edəsiniz. Kim yerə əyilib səcdə etməsə, o saat alovlanan od kürəsinə atılacaq. Beləcə, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar buynuz, ney, təmbur, çəng, arfa və hər cür musiqi alətlərinin səsini eşidən zaman yerə əyilib padişah Nebukadnezarın qoyduğu qızıl mücəssəməyə səcdə etdilər.
Elə bu vaxt bəzi kəldanilər Yahudilərin ziddinə ittiham vurdular. Onlar padişah Nebukadnessərə dedilər: qoy padişah həmişə sağ olsun. Sən əmr edibsən ki, buynuz, ney, təmbur, çəng, arfa, balaban və hər cür musiqi alətlərinin səsini eşidən hər kəs yerə əyilib qızıl mücəssəməyə səcdə etsin. Kim yerə əyilib səcdə etməsə, alovlanan od kürəsinə atılacaq. Sənin Babil vilayətinə məmur qoyduğun Şədraq, Meşək və Əbednego adlı yəhudilər var. Ey padişah, bu adamlar səni saymayıblar, sənin Allahlarına xidmət etməyirlər və qoyduğun qızıl mücəssəməyə də səcdə etmirlər. O zaman Nebukadnessər alovlanan qəzəblə əmr etdi ki, Şədraki, Meşəki və Əbednegonu gətirsinlər. Bu adamlar padişahın hüzuruna gətirildi. Nebukadnessər onlara dedi: ey Şədrak, Meşək və Əbednego, bu doğrudur ki, siz mənim Allahlarıma qulluq etmirsiniz, mənim qoyduğum qızıl mücəssəməyə səcdə etmirsiniz. Yaxşı olar ki, indi buynuz, ney, təmbur, çəng, arfa, balaban və hər cür musiqi alətlərinin səsini eşidən zaman yerə əyilib düzətdiyim mücəssəməyə səcdə edəsiniz. Əgər səcdə etməyəsiniz, o saat alovlanan od kürəsinə atılacaqsınız. O zaman sizi hansı tarı mənim əlimdən qurtara bilər? Şədraq, Meşək və Əbednego padişaha cavab verdilər: ey Nebukadnessər, bizim ehtiyacımız yoxdur ki, bu iş üçün sənin qabağında özümüzdən müdafiə edək. Əgər belə olsa, qulluq etdiyimiz tarımız qadirdir ki, bizi alovlanan od kürəsindən xilas etsin. Və o bizi sənin əlindən qurtaracaq, ey padişah. Amma əgər etməsə də, sənə məlum olsun ki, ey padişah, biz sənin Allahlarına qulluq edən deyilik və sənin qoyduğun qızıl mücəssəməyə də səcdə etməyəcək. O zaman Nebukadnessər bərk qəzəbləndi və Şədrakin, Meşəkin və Əbednegonun ziddinə siması dəyişildi. O əmr etdi ki, od kürəsini adətən qızdırdıqlarından 7 dəfə artıq qızdırsınlar. Qoşununun güclü əskərlərinə əmr etdi ki, Şədrakin, Meşəkin və Əbednegonun əl qolunu bağlayıb onları alovlanan od kürəsinə atsınlar. O vaxt bu adamların əl qolunu bağladılar və əyinlərində şalvar, cübbə, əmmamə və başqa paltarları ilə alovlanan od kürəsinə atdılar. Padişahın əmri acil olduğuna görə od kürəsi də həddindən artıq qızdırıldığı üçün od alovsu o adamları ki, Şədraki, Meşəki və Əbednegonu oda atırdılar, qapıb öldürdü. Bu 3 nəfər Şədraq, Meşək və Əbednego da əl qolları bağlanmış alovlanan od kürəsinin içinə yıxıldılar. O zaman padişah Nebukadnessər heyrətə gəlib tələsik ayağa qalxdı və öz müşavirlərinə dedi: məgər biz 3 nəfər əl qolu bağlanmış adamı oda atmadıq? Onlar cavabında padişaha dedilər: doğrudur ey padişah. O dedi: bax, mən odun içində əl qolu açıq 4 nəfərin gəzdiyini görürəm və onlara heç nə olmur. Onlardan 4-cüsü Allahların oğluna bənzəyir. O zaman Nebukadnessər alovlanan od kürəsinin qapısına yaxınlaşdı və səsləyib dedi: ey ucalarda olan tarının qulları Şədraq, Meşək və Əbednego, çıxın və buraya gəlin.
O vaxt Şədraq, Meşək və Əbednego odun içindən çıxdılar. Ətrafa yığılmış satraplar, əmirlər, valilər və padişahın müşavirləri gördülər ki, od bu adamların bədəninə heç bir zərər vurmayıb. Nə onların saçları yanmış, nə də paltarları dəyişmişdi. Hətta odun hissi də onlara oturmamışdı. O vaxt Nebukadnessar dedi: Şədrakin, Meşəkin və Əbednegonun tarısına şükür olsun ki, öz mələyini göndərib ona bel bağlayan qullarını xilas etdi. Onlar padişahın əmrinə zidd çıxıb hazır oldular ki, canlarından keçsinlər, lakin özlərinin tarısından başqa bir Allaha qulluq və ya səcdə etməsinlər. Buna görə mən belə fərman verirəm: hər xalqa, millətə və dilə aid olan hər kəs ki, Şədrakin, Meşəkin və Əbednegonun tarısına küfrliyə tikə-tikə olunacaqdır və onların evləri zibilliyə çevriləcək. Çünki bu cür xilas etməyə qadir olan başqa bir tarı yoxdur. O zaman padişah Babil vilayətində Şədrakin, Meşəkin və Əbednegonun mənsəblərini ucatdı. Fəsil 4. Padişah Nebukadnessar bütün dünyada yaşayan xalqlara, millətə və dillərə mənsub adamlara elan etdi: barışınız bol olsun. Məsləhət bildim ki, ucalarda olan tarının mənim üçün etdiyi əlamətləri və möcüzələri sizə elan edim. Onun əlamətləri necə də böyükdür, onun möcüzələri necə də qüdrətlidir. Onun padişahlığı əbədi padişahlıqdır, onun hökmranlığı nəsildən nəslə davam edir. Mən Nebukadnessar öz evimdə, sarayımda rahat və naz-nemət içində yaşayırdım. Lakin bir yuxu gördüm ki, məni qorxutdu. Yatarkən düşüncələrim və gördüyüm röyalar məni örkütdü. Ona görə də əmr etdim ki, yuxunu yozmaq üçün bütün Babil hikmətlilərini hüzuruma çağırsınlar. O vaxt sehrbazlar, ofsunçular, münəccimlər və falçılar gəldilər. Mən yuxumu danışdım, lakin onlar yuxunu mənə yoza bilmədilər. Nəhayət, Allahımın adında gələn Belteşəssar adlanan və müqəddəs Allahların ruhuna malik olan Daniel hüzuruma gəldi. Mən yuxumu ona danışaraq dedim: ey sehrbazların lap böyükü Belteşəssar! Bilirəm ki, səndə müqəddəs Allahların ruhu var və sənin üçün hər hansı bir sirri açmaq çətin deyil. İndi yuxuda gördüyüm röyaları və onların təbirini mənə de. Yatarkən belə yuxu görmüşdüm. Dünyanın ortasında çox uca bir ağac var idi. Ağac o qədər böyüdü və möhkəmləndi ki, başı göylərə çatdı. O, dünyanın hər tərəfindən görünürdü. Onun gözəl yarpaqları və çoxlu meyvələri var idi. Üstündə hər kəs üçün yemək var idi. Ağacın altında çöl heyvanları kölgə tapırdılar. Budaqlarında yerin quşları yuva salırdılar və bütün canlı məxluqlar ondan yemək yeyirdilər. Yatarkən yuxumda gördüm ki, göylərdən nəzarət edən müqəddəs bir mələk endi. O ucadan elan edib dedi: bu ağacı kəsin, budaqlarını yarın, yarpaqları yolun və meyvəsini səpələyin. Qoy heyvanlar onun altından
quşlar da budaqlarından qaçsın. Lakin kötüyü ilə köklərini dəmir və bürünclə çəmbərləyib torpağın içində çöl otları arasında saxlayın. Qoy o göylərin şehi ilə islansın və heyvanlarla birlikdə yerin otu ilə yemək verilsin. Qoy insan ağlı ondan alınsın və ona heyvan ağlı verilsin. Qoy 7 zaman keçənə qədər belə qalsın. Nəzarət edən mələklər belə əmr edib, müqəddəs mələklər belə qərara gəlib ki, indi yaşayanlar bunu bilsinlər. İnsan padişahlıqları üstündə ucalarda olan tarı hökmranlıq edir. Padişahlığı kimə istəyir ona verir və insanlar arasında lap aşağı olanı onlara başçı qoyur. Mən padişah Nebukadnezar belə bir yuxu gördüm. Ey Belteşassar, sən bu yuxunu təbir et. Çünki padişahlığımın həkim adamlarından heç biri bu yuxunun mənasını mənə bildirə bilmir. Amma sən bunu edə bilərsən. Çünki səndə müqəddəs Allahların ruhu var. O zaman Belteşassara adlanan Danyal bir müddət heyrət içində qaldı və fikirləri onu vahiməyə saldı. Padişah ona belə dedi: Ey Belteşassar, qoyma bu yuxu və onun təbiri səni vahiməyə salsın. Belteşassar cavab verdi: Ey ağam, qoy bu yuxu səndən nifrət edənlərin, onun təbiri sənin düşmənlərinin nəsibi olsun. Sənin gördüyün ağac, böyük və möhkəm olan, başı göylərə çatan və dünyanın hər tərəfindən görünən, yarpaqları gözəl, meyvələri çox və hər kəs üçün yeməyi olan, altında çöl heyvanları kölgə tapan və budaqlarında yerin quşları yuva quran ağac sənsən, ey padişah. Sən böyüyüb möhkəmləndin. Əzəmətin artıb göylərə, hakimiyyətin dünyanın hər tərəfinə çatdı. Padişah yuxuda gördü ki, nəzarət edən müqəddəs bir mələk göylərdən edib dedi: Bu ağacı kəsib məhv edin, amma kötüyü ilə köklərini dəmir və bürünclə çəmbərləyib torpağın içində çöl otları arasında saxlayın. Qoy o göylərin şehi ilə islansın və 7 zaman keçənə qədər payı çölün heyvanları ilə olsun. Ey padişah, yuxunun yozumu budur. Ucalarda olan tərəfindən ağam padişahın ziddinə bu hökm gəlib. Sən insanlar arasından qovulacaqsan. Çöl heyvanları ilə yaşayacaqsan. Sənə öküz kimi ot yedirdəcəklər. Göylərin şehi ilə islanacaqsan və 7 zaman keçəcək. O zaman acaq ki, sən dərk edəsən ki, insan padişahlığı üstündə ucalarda olan hökmranlıq edir və onu kimə istəsə ona verir. Ağacın kötüyü ilə köklərinin qalması barədə olan fərmanın mənası budur ki, sən göylərin hökmranlıq etdiyini dərk edəndən sonra padişahlığın sənə qaytarılacaq. Buna görə də ey padişah, qoy mənim məsləhətim sənə məqbul olsun. Ədalətlə rəftar etməklə günahlarından əl çək. Yoxsullara mərhəmət etməklə təqsirlərindən əl çək ki, bəlkə bununla sənin rifahının müddəti uzadılsın. Bütün bunlar padişah Nebukadnezarın başına gəldi. 12 ay keçəndən sonra
Babildəki sarayının damında gəzən vaxt dedi: Məgər bu böyük Babil deyil ki, mən onu şan şöhrətim üçün böyük qüdrətimlə paytaxt adında tikmişəm. Söz padişahın ağzından çıxmamışdı ki, göylərdən bir səs gəldi. Ey padişah Nebukadnezar! Sənə deyilir ki, padişahlığın əlindən alındı. Sən insanlar arasından qovulacaqsan, çöl heyvanları ilə yaşayacaqsan, sənə öküz kimi ot yedirdəcəklər. 7 zaman keçəcək, o qədər ki, dərk edəsən ki, insan padişahlığı üstündə ucalarda olan hökmdarlıq edir və onu kimə istəsə ona verir. Deyilən hadisələr o saat Nebukadnezarın başına gəldi. O, insanlar arasından qovuldu, öküz kimi ot yeməyə başladı və göylərin şehi ilə islandı. Onun tükü, qartal tükü kimi, dırnağı, quş dırnağı kimi uzandı. O günlərin axırında mən Nebukadnezar üzümü göylərə tutdum və ağlım başıma qayıtdı. Ucalarda olan Tanrını həmd etdim. Əbədi yaşayanı mədh edib izzətləndirdim. Çünki onun hökmranlığı əbədidir və padişahlığı nəsildən nəslə davam edir. Dünyada yaşayanların hamısı heç bir şey sayılır. O, həm göy quşunun, həm də dünyada yaşayanların arasında öz hökmünü yeridir. Onun əlini saxlayan və ona nə edibsən deyən bir kəs də yoxdur. O zaman ağlım başıma gəldi. Padişahlığımın izzəti üçün cah-cəlalım cinə özümə qayıtdı. Müşavirlərim və əyanlarım məni axtarıb tapdılar. Mən cinə öz təxtimə qayıtdım və əzəmətim daha da artdı. İndi mən Nebukadnezar göylərin padişahına həmd edirəm və onu mədh edib izzətləndirirəm. Çünki onun bütün işləri düz, yolları da ədalətlidir və qüdrəti var ki, kibirlə gəzənləri alçatsın. Fəsil 5. Padişah Bəlşəssər 1000 nəfər əyanı üçün böyük bir ziyafət qurdu və onlarla şərab içdi. Bəlşəssər şərab içərkən əmr etdi ki, atası Nebukadnezarın Orşəlimdəki məbəddən çıxartdığı qızıl və gümüş qabları gətirsinlər və padişah əyanları, arvadları və cariyələri onlarla şərab içsinlər. O vaxt o qızıl qablar gətirildi ki, məbəddən, Tanrının Orşəlimdə olan evindən çıxarılmışdı. Padişah əyanları, arvadları və cariyələri bunlarla şərab içməyə başladılar. Onlar şərab içərək qızıl, gümüş, bürünc, dəmir, ağac və daş allahlara həmd etdilər. Elə bu an bir insan əlinin barmaqları göründü və şamdanın yanında padişah sarayının duvarının suvağı üstünə yazı yazdı. Padişah yazan əli gördü. O vaxt padişahın rəngi soldu və düşüncələri onu vahiməyə saldı. Belinin əzələləri zəiflədi və dizləri bir-birinə dəyməyə başladı. Padişah ucadan qışqırdı ki, ofsunçuları, münəccimləri və falçıları gətirsinlər. Babilin hikmətlilərinə belə dedi: Kim bu yazılanı mənə oxuyub mənasını təşrih etsə, ona ərğəvani libas geyindiriləcək, boynuna qızıl zəncir asılacaq və padişahlıqda 3-cü adam olacaq. Padişahın bütün hikmətliləri içəri girdilər, lakin yazılanı nə oxuya, nə də mənasını padişaha təşrih edə bildilər. O vaxt
padşah Bəlşəssər daha çox vahiməyə düşdü və rəngi soldu. Əyanları da heyrətə düşdülər. Mələkə padşahın və əyanlarının sözlərini eşidib ziyafət otağına gəldi. Mələkə belə dedi: qoy padşah həmişə sağ olsun. Fikirlərin səni vahiməyə salmasın, rəngində solmasın. Sənin padşahlığında müqəddəs Allahların ruhuna malik olan bir adam var. Sənin atan dövründə o işıq, fəhm və hikmət Allahların hikməti kimi onda var idi. Atam padşah Nebukadnezərin özü onu sehirbazların, ofsunçuların, müneccimlərin və falçıların başçısı qoymuşdu. Çünki padşahın Belteşəssəl adlandırdığı bu adam, yəni Danyal, xariqül-adə bir ruha, mərifətə və bəsirətə sahibdir. Yuxuları təbir etməyə, müəmmaları açmağa və çətinlikləri həll etməyə də qabiliyyəti var. İndi qoy Danyalı çağırsınlar, o sənə bunun mənasını təşrih edəcək. O vaxt Danyalı padşahın hüzuruna gətirdilər və padşah ondan soruşdu: atam padşahın Yahudadan əsir edib gətirdiyi Yahudalılardan olan Danyal, aya sənsən? Mən sənin haqqında eşitmişəm ki, səndə Allahların ruhu var, işıq, fəhm və böyük hikmət sahibisən. Bax, hüzuruma hikmətlilər və ofsunçular gətirildi ki, bu yazılanı oxuyub mənasını mənə açsınlar, lakin onlar bunu mənə təşrih edə bilmədilər. Amma sənin haqqında eşitmişəm ki, təbir edib çətinlikləri həll edə bilirsən. Əgər indi bu yazılanı oxuyub mənasını təşrih edə biləsən, sənə ərğəvani libas geyindiriləcək, boynuna qızıl zəncir asılacaq və padşahlıqda 3-cü adam olacaqsan. O vaxt Danyal padşaha cavab verdi: qoy hədiyyələr özünə qalsın. Padaşını da ayrısına ver. Amma yazılanı mən padşaha oxuyub mənasını təşrih edəcəyəm. Ey padşah, ucalarda olan tarı sənin atan Nebukadnezərə padşahlıq, əzəmət, izzət və cah-cəlal vermişdi. Tarının ona verdiyi əzəmətə görə bütün xalqların, millətlərin və dillərin adamları ondan qorxub əsirdilər. O, istədiyi adamı öldürərdi, istədiyi adamı sağ buraxardı. İstədiyi adamı ucaldardı, istədiyi adamı alçaldardı. Amma o zaman ki, ürəyi kibirlənib, ruhu kibirlə inatkar oldu, padşahlıq təxtindən salındı və izzəti əlindən alındı. O, insanlar arasından qovuldu, ağlı heyvan ağlına çevrildi və vəhşi eşşəklərlə yaşamağa başladı. Ona öküz kimi ot yedirdirdilər. Bədəni göylərin şehi ilə islanırdı. O qədər ki, nəhayət dərk etdi ki, ucalarda olan tarı insan padşahlıqları üstündə hökmranlıq edir və kimi istəyir onlara başçı qoyur. Və onun övladı sən ey Bəlşəssər. Bütün bunları bildiyin halda cinə özünü alçatmadın. Əksinə, göylərin pərverdigarının ziddinə kibirləndin. Onun məbədinin qablarını sənin hüzuruna gətirdilər və sən əyanların, arvadların, cariyələrin bunlarla şərab içdiniz. Sən qızıl gümüş, bürünc, dəmir, ağac və daşdan olan Allahlara ki, nə görürlər, nə eşidirlər, nə də anlayırlar,
həmd etdin. Lakin o tarını ki, nəfəsin onun əlindədir və bütün təriqlərin onundur, izzətləndirmədin. Buna görə də onun tərəfindən bir əl göndərilib bu sözləri yazdı. Yazılan sözlər budur. Mena, Mena, Tegel və Pərsin. Sözlərin mənası amma budur. Mena, tarı sənin padişahlıq müddətini hesablayıb və ona axır qoyub. Tegel, sən tərəzidə çəkilibsən və yüngül olduğun bilinib. Pərsin, sənin padişahlığın bölünərək Madlılara və Farslara verilib. O vaxt Bəlkəslərin əmri ilə Danyala ərğəvani libas geyindirdilər. Boynuna qızıl zəncir astılar və o padişahlıqda 3-cü adam elan olundu. Həmin gecə Babil padişahı Bəlkəssər öldürüldü. 62 yaşlarda olan Madlı Dariyuş hakimiyyəti əlinə aldı. Fəsil 6. Dariyuşa münasib göründü ki, ölkəyə başçılıq etmək üçün padişahlığının bütün ərazisinə 120 satrap təyin etsin və onlara 3 vəzir başçılıq etsin. Bu satraplar onlara hesab versinlər, elə ki, padişaha ziyan dəyməsin. Həmin 3 vəzirdən biri Danyal idi. Danyal başqa vəzirlərdən və satraplardan yuxarı idi. Çünki onda xarigüladə bir ruh var idi. Buna görə də padişah qərara gəlmişdi ki, onu bütün ölkəyə başçı qoysun. Belə olanda başqa vəzirlər və satraplar bir bəhanə axtarmağa başladılar ki, onunla Danyaldan padişahlığın idarəsi haqqında şikayət etsinlər. Amma heç bir bəhanə və təqsir tapa bilmədilər. Çünki Danyal sadiq bir adam idi və onda heç bir səhv və ya təqsir tapılmadı. Nəhayət bu adamlar dedilər, biz Danyalın ziddinə heç bir bəhanə tapmayacağıq, məgər bu ki, Danyalın tarısının dinində onun ziddinə bir şey tapaq. O vaxt bu vəzirlər və satraplar birləşib padişahın yanına gəldilər və ona belə dedilər. Qoy padişah Dariyuş həmişə sağ olsun. Ölkənin bütün vəzirləri, qayım məqamları, satrapları, müşavirləri və valiləri birlikdə razılaşdılar ki, padişah belə bir fərmanı və qədəğən əmrini sadir etsin. Ey padişah, 30 gün ərzində kim səndən başqa bir Allaha ya da insana dua etsə, şirlər olan quyuya atılsın. Ey padişah, indi bu qədəğən əmrini ver. Mad və Fars qanunlarına əsasən dəyişilməz və heç vaxt pozulmayan bu fərmanı imzala. Padişah Dariyuş belə bir fərmanı və qədəğən əmrini imzaladı. Danyal belə bir fərmanın imzalandığını öyrəndikdə öz evinə qayıtdı. Onun yuxarı otağının Orşəlimə tərəf olan pəncərələri açıq idi. Danyal əvvəllər etdiyi kimi gündə 3 dəfə dizə düşüb öz tarısına dua etdi və onun qabağında şükür etdi. O vaxt bu adamlar birlikdə oraya gedib gördülər ki, Danyal tarısına dua edib yalvarır. Sonra gəlib padişaha öz qədəğən əmri barədə dedilər. Ey padişah, məgər sən belə bir qədəğən əmrini imzalamayıbsan ki,
30 gün ərzində kim səndən başqa bir Allaha ya da insana dua etsə, şirlər olan quyuya atılsın. Padişah cavab verdi: bu qərar dəyişilməz olan Mad və Fars qanunlarına əsasən qət'idir. O vaxt onlar padişaha dedilər: ey padişah, əsir olunmuş Yahudalılardan olan Danyal nə sənə əhəmiyyət verir, nə də imzaladığın qədəğən əmrinə. Gündə 3 dəfə dua edir. Padişah bu sözləri eşidəndə çox kədərləndi və ürəyində niyyət etdi ki, Danyalı qurtarsın. Padişah hətta günəş batana qədər onu xilas etməyə çalışdı. Lakin o adamlar birlikdə padişahın yanına gəlib ona dedilər: ey padişah, bunu bil ki, Mad və Fars qanunlarına görə padişahın təsdiq etdiyi qədəğən əmri və fərmanı dəyişilməz. Beləcə padişah əmr etdi və Danyalı gətirib şirlər olan quyuya atdılar. Padişah Danyala belə dedi: qoy həmişə qulluq etdiyin tarın səni qurtarsın. Sonra bir daş gətirilib quyunun ağzına qoyuldu. Padişah özünün möhür üzüyü və əyanlarının üzükləri ilə daşı möhürlədi ki, Danyal haqqında heç bir şey dəyişilməsin. Sonra padişah öz sarayına qayıtdı. Gecəni oruç tutdu. Kef üçün ona heç bir şey gətirilmədi və yuxusu da qaçdı. Səhər açılanda padişah yerindən qalxıb tələsik şirlərin olduğu quyuya getdi. Oraya yaxınlaşanda kədərli səslə Danyalı çağırıb dedi: ey Danyal, var olan tarının qulu, həmişə qulluq etdiyin tarın aya səni şirlərdən qurtara bildi? O vaxt Danyal padişaha dedi: qoy padişah sağ olsun. Tarım öz mələyini göndərib şirlərin ağızlarını bağladı. Onlar mənə heç ziyan yetirməyiblər. Çünki mənim tarının hüzurunda təqsirsiz olduğum bilinib. Ey padişah, sənin də ziddinə heç bir iş görməmişəm. O vaxt padişah çox sevindi və əmr etdi ki, Danyalı quyudan çıxarsınlar. Beləcə Danyal quyudan çıxarıldı və onun bədənində heç bir zədə yox idi. Çünki öz tarısına bel bağlamışdı. Padişah əmr etdi və Danyala ittiham vuran adamlar gətirildi. Onları uşaqları və arvadları ilə birlikdə şirlərin olduğu quyuya atdılar. Quyunun dibinə çatmamış şirlər onları qapıb sümüklərini tikə-tikə etdilər. O zaman Dariuş padişah bütün dünyada yaşayan xalqların, millətlərin və dillərin adamlarına belə yazdı: barışınız bol olsun. Fərman verirəm ki, bütün padişahlığımın ərazisində olan adamlar Danyalın tarısından qorxub titrəsinlər. Çünki o var olan tarıdır, əbədi olan odur. Onun padişahlığı dağılmaz və hökmranlığı əbədidir. O qurtarıb xilas edər, göylərdə və yerdə əlamətlər, möcüzələr görsədər. Danyalı şirlərin pəncəsindən o qurtarıb. Beləcə Danyal Dariuşun və Farslı Kuroşun padişahlığında uğur qazandı. Fəsil 7. Babil padişahı Bəlşəssərin padişahlığının 1-ci ilində Danyal yatarkən bir yuxu gördü və ona röyalar gəldi. Sonra yuxunu yazıb məzmununu qeyd etdi. Danyal danışmağa başlayıb dedi: mən gecə gələn röyada gördüm ki, bax,
Göylərin dörd küləyi böyük dəhənzin üstündə çarpışır. Dəhənzdən bir-birinə oxşamayan dörd böyük heyvan çıxdı. Birincisi şirə bənzəyirdi, amma onun qartal qanadları var idi. Mən baxarkən onun qanadları qoparıldı və o yerdən qaldırılıb insan kimi ayaq üstə qalxdı. Ona insan ürəyi verilmişdi. Ayrı birisi, ikinci heyvan, bir ayıya bənzəyirdi. O, bir yanı tərəf qaldırırdı. Onun ağzında, dişləri arasında 3 qabırğa sümüyü var idi. Ona belə deyildi: qalx, çoxlu ət ye. Bundan sonra mən pələngə bənzəyən başqa bir heyvan gördüm. Heyvanın belində 4 quş qanadı var idi. Onun 4 başı var idi və ona hakimiyyət verilmişdi. Bundan sonra mən gecə gələn röyalarda dəhşətli, heybətli və çox güclü olan 4-cü heyvanı gördüm. Onun böyük dəmir dişləri var idi. O, hər şeyi əzib yedi. Qalıqları da ayaqları altında tapdaladı. O, qabaqçı heyvanların hamısından fərqlənirdi və 10 buynuzu var idi. Mən buynuzları düşünərkən, onların arasından yenə kiçik bir buynuz çıxdı və əvvəlki buynuzlardan 3'ü onun qabağından götürüldü. Bu buynuzun insan gözləri kimi gözləri və təkəbbürlə danışan ağzı var idi. Baxarkən gördüm ki, təxtlər quruldu və əzəldə var olan öz təxtinə oturdu. Onun əynində qar kimi ağ paltar var idi və saçları yün kimi ağappaq idi. Təxti alov dilləri kimi, çərxləri yanar od kimi idi. Qabağından odlu çay çıxıb axırdı. Minlər ona xidmət edirdilər. On minlər onun hüzurunda durmuşdular. Məhkəmə iclası başlandı və kitablar açıldı. Çünki buynuzun dediyi təkəbbürlü sözlər mənim diqqətimi özünə çəkmişdi. Baxarkən gördüm ki, heyvan gözlərimin qabağında öldürüldü və bədəni parçalanıb yanan oda atıldı. Həmçinin başqa heyvanların da hakimiyyəti əllərindən alındı. Amma ömürləri müəyyən müddətə qədər uzadıldı. Gecə gələn röyalarda gördüm ki, bax, insan oğluna bənzər birisi göyün buludları ilə gəldi. O, əzəldən var olana yaxınlaşdı və onun hüzuruna gətirildi. Ona hakimiyyət, izzət və padşahlıq verilmişdi ki, bütün xalqların, millətlərin və dillərin adamları ona xidmət etsinlər. Onun hakimiyyəti axıra gəlməyəcək əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq. Mən Daniyala gəlincə, ruhum bədənimdə pərişan oldu və gələn röyalar məni vahiməyə saldı. Orada duran adamlardan birinə yaxınlaşıb, bütün bu şeylərin həqiqi mənası haqqında soruşdum. O adam bu şeylərin mənasını mənə təşrih edib bildirdi. Bu 4 böyük heyvan, yerdən qalxan 4 padşahlıqdır. Sonra padşahlığı Haqq Taalanın müqəddəsləri alacaqlar və padşahlığa əbədəcək, əbəddən əbədəcək sahib olacaqlar. O vaxt mən başqalarından fərqlənən 4-cü heyvan barədə istədim ki, həqiqi mənanı bilim. O çox qorxulu idi. Dəmir dişləri və bürünc dırnaqları ilə əzib yeyirdi. Qalıqları da ayaqları altında tapdalayırdı.
İstədim onun başında olan 10 buynuz haqqında və daha çıxan o biri buynuz haqqında və üçü onun qabağında düşdüyü barədə bir bilim. Bu, həmin o buynuz idi ki, gözləri və təkəbbürlə danışan ağzı var idi və görünüşü o biri buynuzlardan daha heybətli idi. Mən baxarkən gördüm ki, bu buynuz müqəddəslərlə müharibə edib onlara qalib gəldi. O vaxta qədər ki, əzəldən var olan gəldi, Haq Taalanın müqəddəslərinin xeyrinə hökm verildi və padişahlığa müqəddəslərin sahib olduğu vaxt yetişdi. O bunu belə təşrih etdi. 4-cü heyvan, yer üzündə olacaq 4-cü padişahlıqdır. O, bütün başqa padişahlıqlardan fərqli olub, bütün yer üzünü udacaq və hər şeyi tapdalayıb əzəcək. 10 buynuzun mənası budur ki, bu padişahlıqdan 10 padişah çıxacaq. Onlardan sonra da əvvəlkilərdən fərqli başqa bir padişah çıxıb 3 padişahı yıxacaq. Haq Taalanın ziddinə sözlər deyəcək və Haq Taalanın müqəddəslərini zəlil edəcək. Düşünəcək ki, hətta mövsümləri və qanunlar da dəyişsin. Onlar bir zaman, 2 zaman və yarım zaman ərzində ona təslim ediləcək. Lakin sonra məhkəmə qurulacaq və onun hakimiyyəti əlindən alınacaq, əbədilik məhv olub yox olacaqdır. Padişahlıq, hakimiyyət və göylərin altındakı bütün padişahlıqların əzəməti Haq Taalanın müqəddəs xalqına veriləcək. Onun padişahlığı əbədi padişahlıq olacaq və bütün hakimiyyətlər ona qulluq edib itaət edəcək. Burada söz bitir. Mən Danyala gəlincə, düşüncələrim məni vahiməyə saldı və rəngim atdı. Lakin bu sözləri ürəyimdə saxladım. Fəsil 8. Əvvəl mənə gələn röyadan sonra, Bəlşəssər padişahın hökmdarlığının 3-cü ilində, mən Danyala başqa bir röya gəldi. Röyada özümü Eylam vilayətinin Şuşən qalasında gördüm. Həmin röyada mən Olay kanalının kənarında dayanmışdım. Başımı qaldırıb gördüm ki, kanalın kənarında bir qoç durub. Onun 2 buynuzu var idi. Buynuzlarının hər ikisi uzun idi. Biri o birisindən uzun idi. Və uzun olan sonradan çıxdı. Mən gördüm ki, bu qoç qərbə, şimala və cənuba tərəf buynuz vurur. Heç bir heyvan onun qabağında dura bilmirdi və onun əlindən qurtaran yox idi. O, istədiyini etdi və özünü böyük etdi. Mən bu barədə düşünərkən qərbdən bir erkək keçi gəldi. Onun gözləri arasında gözə çarpan bir buynuzu var idi. O, ayağı yerə toxunmadan bütün yer üzünü keçdi. O 2 buynuzu olan qoçun yanına gəldi ki, kanalın kənarında durduğunu görmüşdüm və böyük hiddətlə onun üstünə yücürdü. Mən gördüm ki, o geyzə gəlib qoça hücum etdi və qoçu vurub 2 buynuzunu qırdı. Qoçda onun qabağında durmağa qüvvət yox idi. O qoçu yerə yıxıb tapdaladı. Qoçu onun əlindən qurtaran yox idi. Sonra keçi çox böyüdü. Lakin qüvvətli zamanında böyük buynuzu qırıldı. Onun əvəzinə gözə çarpan 4 buynuz çıxdı ki, göyün 4 yelinin tərəfinə yönlənmişdi. Onların birindən başqa bir kiçik buynuz çıxıb cənuba, şərqə və gözəl ölkəyə tərəf çox uzandı.
O hətta göy quşuna qədər uzandı. Bu qoşunun və ulduzların bir hissəsini yerə salıb tapdaladı. Hətta bu qoşunun başçısına qədər özünü ucaltdı. Onun daimi yandırma qurbanı dayandırıldı və müqəddəs məkanı yerə yıxıldı. Asili cüzündən bu qoşun və daimi yandırma qurbanı kiçik buynuza təslim olundu. O həqiqəti yerə çırpıb etdiyi hər işdə uğur qazandı. Mən bir müqəddəsin səsini eşitdim və başqa bir müqəddəs danışana dedi, daimi yandırma qurbanı barədə olan röya nə vaxta qədər uzanır, həm də viranəlik gətirən asilik haqqında olan röya nə qədər çəkir. Müqəddəs yerin və qoşunun tapdalanmasına nə vaxta qədər icazə veriləcək. Sonra mənə dedi, 2300 axşam və səhər keçənə qədər, ondan sonra müqəddəs yer bərpa olunacaq. Mən Daniel bu röyanı görəndə istədim ki, onun mənasını bilim. Bu zaman qabağımda insan görünüşündə olan bir nəfər dayandı. Mən Olay kanalından bir insan səsi eşitdim. O nida edib dedi, ey Cəbrail, bu röyanı ona başa sal. O dayandığım yerə yaxınlaşdı. Yanıma çatanda mən dəhşətə düşüb üzü üstə yıxıldım. Lakin o mənə dedi, ey bəşər oğlu, bil ki, bu röya axır zamana aiddir. O mənimlə danışdığı vaxt üzü üstə yıxılıb dərin yuxuya getdim. Amma o mənə toxunub məni ayaq üstə qaldırdı və dedi, bax, sənə bildirirəm ki, Tanrının nəhayət zamanının qəzəb günlərində nə baş verəcək? Çünki röya axır zamanın müəyyən vaxtına aiddir. Gördüyün iki buynuzlu qot, Mad və Fars padişahlarıdır. Tüklü erkək keçi də Yunan padişahıdır. Onun gözləri arasında olan böyük buynuz birinci padişahdır. Qırılan buynuzun yerinə çıxan 4 buynuz o millətdən çıxacaq 4 padişahlığı təmsil edir. Lakin onlar birinci padişah qədər güclü olmayacaqlar. Onların hakimiyyətinin axırında, o zaman ki, asilər hədlərindən aşıblar, bir padişah çıxacaq ki, həyasızlıqda və hiləgərlikdə mahirdir. O çox güclənəcək, amma öz gücü ilə yox. Əcayib dağıntılar əmələ gətirəcək, etdiyi hər işdə uğur qazanacaq, igid adamları və müqəddəs adamları qıracaq. Öz hiləgərli ilə məkli işlərində uğur qazanacaq və ürəyində özünə kibirlənəcək. İxtar vermədən çoxlu adamı həlak edəcək. Başçılar başçısına zid çıxacaq, amma insan əli dəymədən məhv olacaq. Axşam və səhər barədə sənə görsədilən bu röya həqiqətdir. Ancaq sən bu röyanı möhürlə, çünki o uzaq dövrə aiddir. O vaxt mən Daniel taqətdən düşdüm və bir neçə gün naxoş oldum. Sonra qalxıb padişahın işləri ilə məşğul olmağa başladım. Lakin mən bu röyadan heyrət içindəydim və onu başa düşmürdüm. Fəsil 9. Mad tayfasından Əxeşveroşun oğlu Dariyuşun padişahlığının birinci iliydi. O, Kəldanilər üstünə padişah qoyulmuşdu. Onun padişahlığının birinci ilində mən Daniel kitablardan
Orşəlimin viran qalacağının neçə il keçəcəyini öyrəndim ki, Rəbbin sözü onu Eremya peyğəmbərə aşkar etmişdi. Yəni 70 il. Mən Pərverdigar Tanrıya üz tutdum. Çul geyib külə oturdum. Oruç tutaraq dua və yalvarışla onu axtardım. Tanrım Rəbbə dua etdim və etiraf edərək dedim: Sənə dua edirəm, ey böyük və zəhmli Pərverdigar Tanrı. Səni sevənlər və əmrlərinə əməl edənlər üçün əhdinə sadiq qalıb məhəbbət göstərirsən. Biz günah və xata etmişik. Pislik edib sənə asi olmuşuq. Sənin əmrlərindən və hökmlərindən üz döndərmişik. Biz sənin peyğəmbərlərinə ki, sənin adınla padişahlarımıza, başçılarımıza, atalarımıza və ölkənin bütün xalqına danışırdılar, qulaq asmamışıq. Ey Pərverdigar, salihlik sənə aiddir. Lakin bizə bugünkü kimi üz qaralığı. Bu üz qaralığı Yahuda adamlarına, Orşəlimdə yaşayanlara və bütün uzaqda və yaxında olan İsraillilərə aiddir ki, sən onları sənə etdikləri xainlik üzündən bütün ölkələrdə əsir etdin. Ya Rəbb, bizim padişahlarımızın, başçılarımızın və atalarımızın üzü qaradır. Çünki sənin ziddinə günah etmişik. Mərhəmət və bağışlamaq Pərverdigar Tanrımıza aiddir. Çünki biz onun ziddinə üsyan etmişik. Tanrımız Rəbbin sözünə qulaq asmamışıq. Öz qulları peyğəmbərlər vasitəsilə bizə verdiyi qanunlarına əməl etməmişik. Bütün İsraillilər sənin qanununu pozub azdılar. Sənin sözünə qulaq asmadılar. Buna görə də sən and içdiyin lənəti ki, Tanrının qulu Musanın qanununda yazılmışdı, başımıza yağdırdın. Çünki onun ziddinə günah etmişik. O da başımıza böyük bəla gətirərək bizim və hökmedən hakimlərimizin ziddinə dediyi sözləri yerinə yetirdi. Çünki Orşəlimə gələn bəla göylər altında olan heç bir yerə gəlməyib. Musanın qanununda yazıldığı kimi bütün bu bəla başımıza gəldi. Amma hələ də Tanrımız Rəbbin iltifatını axtarmamışıq ki, təqsirlərimizdən dönək və onun həqiqətini dərk edək. Rəbb də hazırladığı bu bəlanı başımıza gətirdi. Çünki Tanrımız Rəbb etdiyi bütün işlərində salihdir və biz onun səsinə qulaq asmamışıq. Ey Tanrımız Pərverdigar, sən öz xalqını Misir torpağından qüvvətli əlinlə çıxartdın və bu günə qədər özün üçün bir ad qazandın. Amma biz günah işlətdik, pislik etdik. Ey Pərverdigar, bütün salihliyinə görə sənə yalvarıram. Qeyz və qəzəbini öz şəhərin Orşəlimdən, müqəddəs dağından döndər. Çünki bizim günahlarımızdan və atalarımızın təqsirlərindən ötürü Orşəlim və sənin xalqın bütün ətraf xalqlar arasında rüsvay oldu. Ey Tanrımız, indi qulunun duasını və yalvarışını eşit. Ey Pərverdigar, öz adının xatirinə işıqlı üzünü viran olan müqəddəs məkanına tərəf çevir. Ey Tanrım, qulaq verib eşit, gözünü açıb bizim viranlıqlarımızı və sənin adınla çağrılan şəhəri gör. Çünki öz salihliyimizə görə yox, sənin böyük mərhəmətinə görə yalvarışlarımızı sənin huzuruna təqdim edirik. Ey Pərverdigar, eşit, ey Pərverdigar, bağışla, ey Pərverdigar, diqqət et və hərəkətə gəl. Ey Tanrım,
öz adının xatiri üçün yubatma, çünki şəhərin və xalqın sənin adınla çağırılır. Mən hələ danışıb, duada özümün və xalqım İsrailin günahlarını etiraf edərək, tarımın müqəddəs dağı üçün yalvarışımı tarım Rəbbə təqdim edirdim ki, hələ dua edərkən, əvvəl röyada gördüyüm adam, Cəbrail, axşam qurbanı verilən vaxt, cəld uçaraq yanıma gəldi. O, məni başa saldı və mənimlə danışıb dedi, Ey Danyal, indi mən gəldim ki, sənə bəsirət və fəhm verim. Sənin duanın başlanışında tarı cavab verdi və mən də gəldim ki, onu sənə çatdırım. Çünki tarı səni çox sevir. Buna görə indi sözün barədə düşün və röyanı bil. Sənin xalqın və müqəddəs şəhərin üçün 70 həftə təyin olunub ki, asilik bitsin, günah axıra çatdırılsın, təqsirlər üçün kəffarə verilsin, əbədi salihlik gətirilsin, röya və nəbilik möhürlənsin, lap müqəddəs yer məsh edilsin. Bunu bil və anla. Orşəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından məsh olunmuş hökmdara qədər 7 həftə və 62 həftə olacaq. Orşəlim təzədən küçələr və xəndəqlə tikiləcək, amma bu çətin vaxtlarda olacaq. 62 həftədən sonra məsh olunan həlak olacaq, amma bu özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və müqəddəs yeri viran edəcək. Onun axırı sel kimi olacaq. Müharibə axıra qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib. O, bir həftə ərzində çoxları ilə əhd bağlayacaq, amma həftənin ortasında qurbanla təqdimi dayandıracaq. İrənclərin qanadı üstündə viranəlik gətirən gələcək. O zamanacaq ki, təyin edilmiş aqibəti viranəlik gətirənin başına tökülsün. Fəsil 10. Fars padişahı Kuroşun hökmdarlığının 3-cü ilində Belteşəssər adlanan Danyala bir vəhy gəldi. Bu vəhy həqiqidir və böyük bir savaşdan söz edirdi. O, bu vəhyi başa düşdü və röya barədə fəhmi var idi. O günlər mən Danyal 3 həftə yas tutdum. 3 həftə qurtarana qədər mən dadlı yemək yemədim, ət və şərab dilimə dəymədi və heç bir ətirli yağ sürtmədim. 1-ci ayın 24-cü günü mən böyük çay Dəclənin kənarında idim. Başımı qaldırıb gördüm ki, çatan paltar geyinmiş, beli xalis qızılla qurşanan bir nəfər var. Onun bədəni zəbərcət kimi, üzü şimşəyə bənzər, gözləri yanar məşəllər kimi, qolları və ayaqları cilalanmış bürünc kimi ışıldayırdı. Onun danışığının səsi böyük bir cəmaat gürültüsü kimiydi. Fəqət mən Danyal bu röyanı gördüm. Mənimlə birlikdə olan adamlar bunu görmədilər. Ancaq onların arasına elə vəlvələ düşdü ki, gizlənmək üçün qaçdılar. Mən tək qaldım. Bu böyük röyanı görəndə məndə qüvvət qalmadı, rəngim bərk atdı və taqətdən düşdüm. Mən onun danışıq səsini eşitdim. Danışıq səsini eşidəndə dərin yuxuya getdim və üzü üstə düşüb yerə uzandım. Bu vaxt mənə bir əl toxundu və məni əllərimlə dizlərimin üstünə qoydu. O mənə dedi, Ey çox sevilən Danyal,
Sənə dediyim sözləri dərk et və ayağa qalx, çünki indi sənin yanına göndərilmişəm. O, bu sözləri deyəndə mən titrəyərək ayağa qalxdım. Sonra mənə dedi, qorxma Daniel, ürəyini fəhm qazanmağa qoyduğun ilk gündən, Tanrının huzurunda özünü başı aşağı etdiyin ilk gündən sözlərin eşidilib və mən sənin sözlərinə görə gəlmişəm. Lakin Fars ölkəsinin rəisi 21 gün mənim ziddimə dayandı. Lakin baş rəislərdən biri olan Mikail köməyimə gəldi. Çünki mən orada Fars ölkəsinin rəisləri ilə birlikdə qalmışdım. İndi gəldim ki, gələcəkdə xalqının başına nə gələcəyini sənə başa salım. Çünki bu röya gələcək dövrə aiddir. O, belə sözlər deyərkən, mən üzü üstə yerə yıxıldım və dilim tutuldu. Bu vaxt, bəşər övladlarına bənzəyən bir nəfər dodaqlarıma toxundu. O vaxt ağzımı açıb danışmağa başladım və qabağımda durana dedim, ey ağam, bu röyaya görə əzab içində qərq olmuşam və taqətim qalmayıb. Mən qulun ağamla necə danışa bilərəm? Çünki məndə heç güc qalmayıb, canımda artıq heç nəfəs yoxdur. O vaxt insan bənzəyişində olan həmin şəxs yenə mənə toxunub güc verdi. O dedi, ey çox sevilən, qorxma, sənə aramlıq olsun, qüvvətli ol, cəsur ol. O, mənimlə danışanda mən qüvvət tapıb dedim, ey ağam danış, çünki sən mənə güc verdin. O dedi, aya bilirsən ki, sənin yanına niyə gəlmişəm? İndi mən qayıdıram ki, Fars rəisi ilə mübarizə edim. Mən gedincə Yunan rəisi gələcək. Ancaq əvvəlcə mən həqiqət kitabında yazılmış şeyləri sənə bildirəcəyəm. Onların ziddinə olan mübarizədə mənə köməkçi olan heç kəs yoxdur, məgər sənin rəisin Mikail. Fəsil 11. Mən Madlı Dariuşun padişahlığının 1-ci ilində onun yanında qaldım ki, onu təşviq edib ona qüvvət verim. İndi həqiqəti sənə bildirəcəyəm. Fars ölkəsində daha 3 padişah olacaq. 4-cüsünün hamısından çox var dövləti olacaq. Var dövlətinin vəsiləsilə qüvvətlənəndə hamını Yunan padişahlığının ziddinə qaldıracaq. Sonra güclü bir padişah gələcək və çox qüdrətlə hökmdarlıq edib və öz istədiyini edəcək. Lakin onun gəldiyi yan, padişahlığı dağılıb göylərin 4 küləyinin səmtinə bölünəcək. Onun nəslinə keçməyəcək və onun hökmranlığı kimi güclü olmayacaq. Çünki onun padişahlığı dağılacaq və nəslindən olmayan adamlara qalacaq. Sonra Cənub padişahı güclənəcək. Lakin rəislərindən biri ondan daha güclü olacaq. O hökmranlıq edəcək və qüdrətli hökmdar olacaq. Bir neçə ildən sonra onlar bir-birlərinə qoşulacaqlar. Cənub padişahının qızı Şimal padişahının yanına gedəcək ki, sülh sazişi bağlasın. Amma bu arvad gücünü saxlaya bilməyəcək. Şimal padişahının ömrü də, hakimiyyəti də uzun sürməyəcək. Arvad, onunla həmrah olanlar, ona atalıq edən atası və ona dayaq olan təslim ediləcək. Arvadın nəslindən biri Cənub padişahının yerinə keçəcək. O, Şimal padişahının qoşununa hücum edib, onun qalasına girəcək. Onlarla vuruşub qalib gələcək. Hətta onların allahlarını
tökmə bütlərini qiymətli qızıl və gümüş qabları ilə birlikdə Misrə çəkib aparacaq. Bir neçə il ərzində şimal padşahını rahat buraxacaq. Sonra o da cənub padşahının ölkəsinə hücum edəcək və öz torpağına qayıdacaq. Sonra şimal padşahının oğulları müharibəyə hazırlanıb çoxlu qoşun yığacaqlar. Qoşun sel kimi gəlib keçəcək və irəliləyərək cənub padşahın qalasına hücum edəcək. Cənub padşahı qəzəblənib çıxacaq və onunla, yəni şimal padşahı ilə vuruşacaq. O da böyük bir qoşun çıxardacaq, lakin bu qoşun cənub padşahına təslim ediləcək. Qoşun məğlub olanda cənub padşahının ürəyi kibirlənib 10 minlərlə adamı həlak edəcək. Amma qələbəsi uzun sürməyəcək. Çünki şimal padşahı qayıdıb əvvəlkindən daha böyük qoşun çıxardacaq və bir neçə ildən sonra tam silahlanmış böyük bir qoşunla gələcək. O zaman bir çoxu cənub padşahının ziddinə çıxacaq. Sənin xalqından qolu zorlular ayağa qalxacaqlar ki, röyanı yerinə yetirsinlər, lakin uğur qazanmayacaqlar. Şimal padşahı gələcək və hasarlara torpaq yığaraq, təpələr düzəldib qalalı şəhəri alacaq. Cənubun qüvvələri onun qabağında tab gətirməyəcək. Lakin seçmə qoşunu da müqavimət göstərə bilməyəcək. Ona hücum gətirən şimal padşahı istədiyini edəcək və heç kəs onun qabağında dura bilməyəcək. Gözəl ölkədə qalacaq və oranı viran etmək qüdrəti onun əlində olacaq. Şimal padşahı qərara alacaq ki, ölkəsinin bütün qüvvələri ilə birlikdə gəlsin. O sülh sazişinin şərtlərini təklif edib yerinə yetirəcək. Cənub padşahlığını məhv etmək üçün ona arvadların qızını verəcək, amma hiləsi baş tutmayacaq və ona kömək olmayacaq. Sonra nəzərini sahil ölkələrinə çevirəcək və onların çoxunu alacaq. Lakin bir sərkərdə onun etdiyi həqarətə axır qoyacaq, doğrudan da həqarətini öz başına gətirəcək. Sonra nəzərini öz ölkəsinin qalalarına tərəf çevirəcək, lakin büdrəyib yıxılacaq və ondan bir əsər qalmayacaq. Onun yerinə keçən padşah, padşahlığın şövkəti üçün öz xərac yığanını göndərəcək, amma bir neçə gün ərzində o da qəzəbsiz və savaşsız yıxılacaq. Onun yerinə namərd bir adam keçəcək ki, padşahlıq hörməti ona verilməyəcək. O, əmin-amanlıq zamanında gəlib, yaltaqlıqla hakimiyyəti qəsb edəcək. Qoşunlar onun qabağından süpürülüb dağılacaq, hətta əhdin rəisi belə. Onunla ittifaq bağlandıqdan sonra, o hilə işlədəcək və gəlib kiçik bir iddə ilə güc qazanacaq. O, əmin-amanlıq zamanında lap varlı torpaqlara gələcək və atalarının və babalarının görmədiyi işləri görəcək. Talanı, qarət olunmuşu və mal dövləti adamlarına paylayacaq və qalalara hücum etmək üçün niyyətlər quracaq, lakin bu uzun sürməyəcək. Sonra güc və cəsarət yığıb, böyük bir qoşunla cənub padşahının ziddinə çıxacaq. Cənub padşahı da böyük və çoxlu bir qoşunla döyüşə girəcək, amma müqavimət göstərə bilməyəcək, çünki onun ziddinə qəsd quracaqlar. Hətta onunla bir süfrədə oturanlar onu məhv edəcəklər, qoşunu süpürüləcək və çoxlu tələfat olacaqdır. Bu padşahların hər ikisinin də ürəyi pislik etməyə çəkiləcək və bir süfrə arxasında yalan danışacaqlar. Lakin heç bir şey baş tutmayacaq, çünki onların axırı müəyyən vaxtda olacaq.
Şimal padşahı böyük sərvətlə öz ölkəsinə qaydacaq. Lakin ürəyi müqəddəs əhdin ziddinə çəkiləcək, istədiyini edib öz ölkəsinə dönəcək. Müəyyən bir vaxt cinə cənuba gələcək, amma bu vaxt qabaqçı kimi olmayacaq. Çittim cəmləri onun ziddinə gələcək və o ruhdan düşüb geri dönəcək. Qəzəblənib müqəddəs əhdə zidd çıxacaq və cinə müqəddəs əhdi buraxanlarla yaxşı rəftar edəcək. Onun göndərdiyi qoşunlar qalxıb qalanı, müqəddəs məkanı nəcisləyəcək, daimi yandırma qurbanı dayandıracaq və viranəlik gətirən iyrənc şeyi qoyacaqlar. O, əhdə xəyanət edənləri yaltaqlıqla yoldan azdıracaq. Lakin öz tarısını tanıyan xalq qüvvətlənib əmələ girəcək. Xalqın ağıllı adamları çoxuna fəhm verəcək. Lakin bir müddət qılıncla öldürüləcəklər, yandırılacaqlar, əsir düşəcəklər və qarət ediləcəklər. Onlar məğlub olanda onlara biraz kömək ediləcək, amma çox adam riyakarcasına onlara qoşulacaq. Ağıllı adamlardan bəzisi həlak olacaq ki, qalanları axır zamana qədər xalisləşib təmizlənsin və ləkəsiz olsun. Çünki axır zaman cinə də müəyyən vaxtı olacaq. Padşah istədiyini edəcək. Kibirlənib özünü bütün Allahlardan yuxarı sayacaq. Allahların tarısının ziddinə çox yava danışacaq və tarının qəzəbi tamamlayanacaq, uğur qazanacaq. Çünki müəyyən edilən şey yerinə yetişməlidir. Heç bir Allaha ehtiram göstərməyəcək. Nə öz atalarının Allahlarına, nə arvadlarının sevdiyinə, nə də hər hansı bir tarıya. Çünki özünü bütün Allahlardan yuxarı sayacaq. Ancaq onun əvəzinə qalalar Allahını izzətləndirəcək. Atalarının tanımadığı bir Allahı. O, bu Allahı qızıl, gümüş, qiymətli daşlar və gözəl əşyalarla izzətləndirəcəkdir. O, yad bir Allaha bel bağlamaqla lap güclü qalalara hücum edəcək. Onu qəbul edənləri həddindən artıq izzətləndirəcək və onları çoxlu adamlara başçı qoyacaq və ölkəni ücrət olaraq onların arasında bölüşdürəcək. Amma axır zamanda cənub padşahı onunla vuruşacaq. Şimal padşahı öz döyüş arabaları, atlıları və çoxlu gəmiləri ilə tufan kimi onun üstünə hücum çəkəcək, müxtəlif ölkələri istila edəcək və onlardan sel kimi keçəcək. Gözəl ölkəyə də girəcək. Çoxlu ölkə işğal olunacaq, lakin Edom, Moab və Əmmonluların başçıları onun əlindən qurtaracaqdır. O, başqa ölkələrə zərbə vuracaq. Misir ölkəsi də xilas ola bilməyəcək. Misirin qızıl-gümüş xəzinələrini və bütün sərvətlərini ələ keçirdəcək. Libyalılar və Kuşlular da ona tabe olacaqlar. Lakin şərqdən və şimaldan gələn xəbərlər onu narahat edəcək. Böyük şiddətlə yola düşəcək ki, bir çoxlarını öldürüb məhv etsin. Öz padşah çadırlarını Dəhənzlə gözəl müqəddəs dağın arasında quracaq. Ancaq onun aqibəti çatacaq və heç kəs ona kömək edə bilməyəcək. Fəsil 12. O dövrdə sənin xalqını qoruyan baş mələk Mikail qalxacaq və elə bir əzablı dövr gələcək ki, heç millətin yaranandan o vaxta qədər beləsi olmayıb. Lakin o dövrdə sənin xalqından kitabda adı yazılmış olan hər kəs xilas olacaq. Torpağın altında yatanların çoxu əbədi həyat üçün, lakin bəzisi əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq.
Torpağın altında yatanların çoxu əbədi həyat üçün, lakin bəzisi əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq. Ağıllı adamlar göy gübbəsinin parıltısı kimi, çoxunu salihliyə döndərənlər də ulduzlar kimi əbədi və daim parlayacaqlar. Ancaq sən ey Danyal, axır zamana qədər bu sözləri sir saxla və bu kitabı möhürlə. Çox adam özünü ora-bura vuracaq və bilik artacaq. O vaxt mən Danyal gördüm ki, başqa iki adam, biri çayın bu tayında, o biri də çayın o tayında durub. Biri çayın suları üstündə olan kətan geyinmiş adama dedi, bu əcaib hadisələrin başa gəlməsi nə qədər zaman alacaq? Mən eşitdim ki, çayın suları üstündə olan kətan geyinmiş adam sağ və sol əlini göyə qaldırıb əbədi yaşayanın adına and içdi. Bir zaman, iki zaman və yarım zaman keçəcək. Müqəddəs xalqın gücü kamil aradan gedəndən sonra bütün bunlar qurtaracaq. Mən bunu eşitdim, amma başa düşməyib soruşdum. Ey ağam, bəs bunların nəticəsi nə olacaq? O cavab verdi, get ey Danyal, çünki bu sözlər axır zamana qədər sirr olacaq və möhürlü qalacaqdır. Çoxları paçlanıb ləkəsiz və xalis olacaq, amma pis adamlar şər işlərindən dönməyəcəklər. Pis adamlardan heç biri bu sözləri başa düşməyəcək, lakin ağıllı adamlar başa düşəcəklər. Daimi yandırma qurbanlarının dayandırıldığı və viranəlik gətirən iyrənc şeyin qoyulduğu vaxtdan 1290 gün keçəcək və 1335 günə yetişir. Amma sənə gəlincə, sən öz yoluna axıracaq davam et. Sən rahatına qovuşacaqsan və cinə qalxacaqsan ki, axirət günü qismətini alasan.